gözəl sonluq asan deyil. Elə fikirləşmək ki, gözəl sonluq elə asan da olur. Allah qorusun, yadıma gəlir, bir günləri Şeyx Məşhur Həfizəhullah dərslərin birində danışırdı. Deyirdi ki, husnul xatimə üçün, gözəl sonluq üçün ən gözəl əməllər nədir? Ən gözəl əməllərdən biri daha doğrusu. Elm əhlinə qarşı, alimlərə qarşı dili qorumaq. Əksər insanların, deyir Allah qorusun, bu dünyadan köçməyində problem yaşayan insanlar, o insanlar deyilən nədir? Elm əhlinə qarşı dillərini qorumur. Yəni, qorxuludur o insan halı, Allah qorusun. Qorxuludur o insanın halı ki, nədir? İnsanlar elm əhli haqqında danışır. Yəni, o insanların əksəriyyəti müvəffəq ola bilmir husnul xatiməyə. Yəni, insanlar, kişilər belə deyək də, həyatlarını qoyublar. Ömürlərini qoyan insanlar olur. Vallahi, mövzumuz bu deyil. Biraz haşiyə çıxıram, yenə qaydacam inşallah. İmam Tabari Rahiməhullah, bilirsiniz, təfsir-i Tabari, eşitmişsiniz. Yəni, Quran-ı Kərimin təfsir edən alimlərdən biri. Böyük alimlərdən. İmam Tabari 13-14 yaşından evindən çıxır. Elm tələbi ilə. Tələbinin ardınca gedir. Yəni, getdiyi yerdə də dünyasını dəyişir. 70 neçə yaşında dünyasını dəyişir, Rahiməhullah. Siz düşünün ki, bir nəfər evindən çıxır, bir də geri dönmür. Getdiyi yer nəyin dalınca gedir? Elm öyrənmək. İnsan həyatından keçib, Allah akbar. Hər bir şeyini tərk edib. Bu günləri bizə yaraşarmı ki, Allah qorusun? Elm əhli haqqında danışmaq, alimlər haqqında danışmaq. Özdəki böyük alimlər, Allah qorusun. Məsələ gəlib o yerə çatıb ki, Allahdan salamasılıq afiyet diləyir, həqiqət. Elm əhli təkfir olunur, Allah qorusun. Bu müsibət.